Xoş gördünüz dinləyicilər. Trumpın çox gözəl bir mövzuda fikirləri açılandı və Xamneyni ittiham edir ki, sən imamsan axı, imam doğru danışar. Və sonra bildirir ki, mən səni xilas elədim. Biz sizin yerinizi bilirdik və sizi öldürmədik. və sizi öldürmədi və sizi xilas etdi və sən axı imamsan, imam doğru danışar. Əslində qalsa Trump da bizim ritorikaya keçib artıq. Biz də deyirdik ki, o imam deyil. Biz də deyirdik ki, İranda rəhbər saxtakardır və onların imamlıqları, onların rəhbərliklərinin heç bir mənası yoxdur. Və bununla bərabər artıq Trumpa da gəlib çatdı ki, bunlar saxtakar olduqlarını və imam olmadıqlarını. Bununla bərabər İrandan Azərbaycana baskılar daha da çoxalıb, Azərbaycan hökumətinə artıq baskılar çoxalıb, Azərbaycan hökumətini tənqid edirlər, İsrailə yardım etmişsiniz, sanki özlərini regionda göstərməzlər, yox bizim gücümüz qalıb, biz tükənməmişik, biz güclüyük, sanki bunu da bizim üstümüzə göstərirlər. Aşı, gedin puaları yığışdırın ölkəzdə, gedin Fordoya artıq İsrailin kəşfiyyatı enib və Fordonun necə dağıldığını göstərir bütün dünyaya, bütün dünya CNN ona nümayiş edir. Yəni sənin ölkəndə Mossad cirit atır, hara istəyir ora girir, necə istəyir ora girir, sənin yatdığın yeri kimlə yatdığını da belə bilirsə, gəlib bizə öz gücünü göstərmə, sən Allah həqiqətən imamsan, get imamlığını eləyinə, get doğru yolla get yine. Yəni bu günləri Mossad hər bir sizin hücrənizdədir, qanınızın içindədir, damarlarınızdan axır, amma bunların da gücü Azərbaycana çatır. Əlbəttə mənasız yerədir, ancaq ittiham üçündür. Çünki bilirlər Güney Azərbaycan məsələsindən qorxurlar. Bu mənada Azərbaycanı ittiham eləmək istəyirlər. Amma bunlar yersizdir, mənasızdır. Sadəcə olaraq İranın dişləri çəkilib, o özünü regionda hələ də güclü olduğunu göstərmək, hələ də güclü olduğunu nümayiş etdirmək istəyir və əvvəlki ritorikasına qayıtmaq istəyir ki, birdən bu Zəngəzur məsələsi, birdən Qafqaz məsələsində biz arxain olaraq. Bunun bütün siyasəti buna görədir və yenə deyirəm, Trumpın o sözləri çox yerinə düşdü ki, biz səni xilas elədik, demək ki, Xamneynin ölümü an məsələsidir. Mən bu arada məlumat vermişdim. Yerinə qədər bilirlər və Trump bunun qarşısını alıb və buradan da üzünə vurmuş oldu. Təşəkkür edirəm diqqətinizə görə.